97-ci ildə İtaliya, sizin ölkənizə rəsmi səfərimi xatırlayıram. Kapridə bizim keçirdiyimiz axşam mərasimi indiyə qədər xatirimdədir. Azərbaycanın məşhur müğənnisi Azər Zeynalov İtaliya mahnılarını çox gözəl ifa edirdi və bizim oturduğumuz yerin ətrafında da Kapridə yaşayan insanlar, sakinlər bu müziğinin sədaları altında həm oxuyurdular, həm də rəqs edirdilər. Kaprililər Azərbaycan nümayəndə heyətinə sürpriz də hazırlamışdılar. Şəhər bələdiyyəsi tərəfindən heyət üçün təmtəraqlı məclis təşkil edildi və məclisdə yerli musiqilər, folklor və adətlər qonaqlara təqdim olundu. Hətta yerli musiqinin sədası altında rəqs etmək, İtalyanların məşhur şərabının hazırlanması prosesində iştirak etmək də təklif edildi. Məclisin maraqlı anlarından biri isə Azərbaycanlı müğənni Azər Zeynalovun İtalyanca mahnı ifa etməsi oldu. Həmin mahnının Azərbaycanlı qonaq tərəfindən ifa edilməsi əlbəttə ki, yerli İtalyanların həm təəccübünə, həm də xoş münasibətinə səbəb oldu.